Çünki belə bir rəhbərliklə Neftçi heç bir zaman uğur qazana bilməz. Çox təəssüflü olsun ki, bu Neftçi azarkeşlərini bir qrup istədi dələduzlar aldadırlar. Bu gün Neftçini bu günə qoyanlar haçansa cavab verməyənə qədər Neftçi heç vaxt Neftçi olmayacaq. Neftçi Azərbaycanın ən köklü komandasıdır. Azərbaycan futbol deyəndə Neftçi olub. Son 10 il ərzində ən çox pul ayrılan pulda komanda da Neftçidir. Neftçidə düzgün idarə etmə sistemi yoxdur. Neftçi rəhbəri düzgün rəhbərlik olunmur. Yəni o qədər bərbad gündədir ki, rəhbərlik deyirəm, amma rəhbər tərəfindən deyirəm. Neftçi ancaq 2 il bundan əvvəl ligdən qalmaq üçün oynayır. Neftçi ancaq Konfrans Liqində oynayır. Neftçi ancaq 4-cü yer üçün oynayır. Ancaq bu Neftçi deyil. Neftçi ancaq çempionu oynamalıdır. Məni Neftçi fanatları düzgün başa düşsün. Neftçi şeylərə deyirəm ki, ey qardaşlarım, ey canlarım, ey bəylər, Neftçi rəhbərliyini tələb eləməlidirlər ki, Neftçi olsa da deyil. Neftçi ad çəkiləndə mən yanıqla danışıram. Neftçi deyil də, yəni. Neftçi çempion olmasa belə ikinci yer onlar üçün uğur sayılmalıdır. Hər bir insan Neftçili ola bilməz. Neftçi bir şərəfdir. Bir dənə girin çıxın, gör Neftçinin rəhbərləri kimlərdir. Heç bir Neftçi adəti yoxdur. Bir dənə orada deyə bilərəm bir nəfər Rüstəm Əfsərdir. O da Neftçinin fanatı olub. Mənim yadıma gəlir, mənim balacam olub. Balaca qardaşım olub, yanımda böyüyüb. Ondan başqa Neftçini mən tanımıram. Mən Neftçinin məhbusu olmuşam.